izləyicilərimiz, biz hal-hazırda Gəncəli kəndində Qabal çayının ətrafındayıq. Biz bilirik ki, 25 sentyabr gecə iradələrində güclü yağışlar yağmağa başlamışdı və bunun nəticəsində Qabal ərazi vadiliyinə daxil olan 3 kənddə Uzuntala, Qabal və Gəncəli kəndlərini sel basmışdı və əhaliyə çox böyük ziyan dəymişdi. Bildirmək istəyirik ki, həmin sel məhz bu dağlardan gələn çayın daşması nəticəsində baş vermişdi və ilk öncə Gəncəli kəndini basmışdı və sonra artıq növbəti Uzuntala olsun, Qabal kəndlərinə də ziyan dəymişdi və biz əhali ilə görüşəndə onlar qeyd etmişdilər ki, bu problem gələcəkdə baş verməsin deyə mütləq dövlət tərəfindən bu çayın ətrafına daş hasarlar, daş betonlar çəkilməlidir ki, gələcəkdə eyni hadisə yenidən Onların dərdi sabah bizim qapımızı döyə bilər. Gəlin biganə qalmayaq. Gəncəli, Uzuntala və Qabal kəndlərinin fəryadına səs verək. Yardımımızla onlara ümid olaq. Mən yolun ağzını düzəldirdim o qapının altına. Gəldim ki, klyonka aparam, altına soxam, hələ içəri gəlməmiş. Elə belə gələn gördüm, ay Allah, aşıb belə yığınla gəlib üstümə sarı. Mən çığırdım, çığırana su məni belə bürüdü. İstədim öyün dalına nərdivanı gətirəm. İki aranın varsınan hoppanam. Uji mən batdım. Su burama çıxdı ha. Çıxdım onları çığıranda kamandar dedi, qorxma, qorxma, gəlirəm dedi. Gəldilər, tez hoppandılar. Biri əyəklərimdən, biri əllərimdən, barımın üstündən çəkdilər, çıxartdılar. 14, amma qapı bağlı idi. Hardan doldu bilə bilmədim. Da qorxumla mən qapıyı aça bilmədim. Qaçdım, özümü xilas elədim. Belə, ondan sonra gördüm, quruq verə. Sabah saat 8 idi gələndə, səhər-səhər.
Elə biraz az gəlirdi. Bu da demədik ki, bu qədəri də yox. 8-dən elə bir ki, o birisi saat 8-ə qədər 8-i də adladı. Bir sutkuyu da adladı. 2 gün, 2 gecə möhkəm yağış yağdı. Dalımla da sel gəldi. Zərərlər də göz qabağındadır. Eşik, içəri, burada bir dənə şey qalmadı. Hamısı xarab oldu, mebellər zaten. Yəni tullanğı vəziyyətdədir. İndi də ki, büyük sağ olsun, yenə qonu-qonşu yığılıb tərtəmiz eləyir ki, biraz təmizlik olsun. Yəni burada yaşamaq yoxdur. Burada yaşayış yoxdur. Bunun üstündən illər keçə ki, buraya sinesi quruya, ondan sonra düzəldib yaşamaq olar. Yəni dövlət tərəfindən istəyərdik, yəni yollarımızı düzəltsin, suyun qabağını kəssin yuxarıdan. Yəni belə bir şeylər eləsinlər ki, yəni ikinci bu millət bir də bu əziyyəti çəkməsin. Ona görə dövlətdən bizə heç nə lazım deyil. Düzəltsin. Kim nə deyir ki, yəni deyir ki, qum lazımdır, qum gətirsinlər. Daş lazımdır, daş gətirsinlər. Maşınlar lazımdır, maşınlar gətirsinlər, texnika gətirsinlər, düzəltsinlər. Vəziyyətinə baxayım. Gəl. Haraya etməliyəm, haraya? Kimin önünə etməliyəm? Gəl, çəni gəl. Bax, ha. Kimin önünə edim? Aidiyyətin gününlə, zulümlə qırıq-qırıq almışam. Hamısı uçdu, dağıldı. Nə var? Köməklik eləsinlər. Görsən vəziyyəti. Onunla belə yaxın gələn yoxdur. Gəldi su böyüdü, qalxdı. Bizlərə nə lazımdır? Hamamzadı, paltar yuyan maşınzadı. Hər şeyimiz, yəni heç bir şeyimiz qalmadı, belə deyim. Yəni 3 gündür bu hadisə olubdu. 3 gündür ailəmlə bir yerdə, başqa yerdə qaldıq, Allah hamd olsun. Yəni hələ də evə giriş edə bilmirik, pis gündən. Dövlət tərəfindən nəsə yardım edirdiniz sizə? Dövlət tərəfindən canlar sağ olsun, Marnoldan köməklik eləyənlər oldu. Yəni belə yeməkdən, çörək zad verdilər. Bir dənə də yolumuza belə hələlik bunu belə xireç töküblər. Başqa heç bir şey. Kəndə dəyən bu sel nəticəsində dəyən kənd əsas zərərlər nələrdir? Əsas zərər, çox zərərlər var. Unudur, dənidir, malqarasıdır, ev eşiyidir, qapı bacasıdır. Böyük zərər dəyib kəndimizə. Yerli hakimiyyət bu problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görür? Böyük tədbir, göz qabağında görürsünüz, hansı tədbirlər görür. Yəqin ki, çəkiliş elədiniz. Fəlakətdən sonra bütün rəhbəri, rayon rəhbəri başda olmaqla hamısı bir nəfər kimi kənddədirlər. Gecə saat 2-yə 3 çəkmiş deyirlər. Düzdür, fəlakət böyük, miqyası böyükdür. Amma nə etmək olar? Hamıya yardım eləmək lazımdır. Bu bizim borcumuzdur. Əsasən hansı kəndlərə zərər dəyib? Gəncəli, Uzuntala, bir də Qabalın yarısına. İndiyə nə qədər neçə ailəyə yardım göstərdi? 1500 ailəyə zərər dəyibdir. Yardım deyəndə siz nəyi nəzərdə tutursunuz? Kömək, yəni. Kömək bir gedir hər küçə. Körpülər, yollar darmadağın olur. Ona görə onlar yavaş-yavaş bir gündə düzəlmir ki. Bunların hamısını düzəldirik. Ona görə hər şeyi özünüz görürsünüz. Ala bilmək heç nə istəmirəm, göz qabağındadır. Kəndimə böyük ziyan dəyib. Ürək ağrıdıcı
vəziyyətdədirkən. Yəqin ki yox, həqiqətən dünən gəlmişlər. Yeri rəhbərlik, qubernator buradaydı, parlamentin deputatı buradaydı. Kiçik bir komissiya kimi bir oldu söhbət. Sabah yeni nazirlikdən gələnlər olacaq. Yəni Qabal kəndi üçün bütün Gürcüstan Qabal haqqında fikirləşir. Ona görə Bəs gələcəkdə bu problemlər yenidən təkrarlanmasın deyə hansı tədbirlər qabaqlayıcı tədbirlər bəli, o haqda da söhbət oldu. İndi bu hadisələrin gələn dəfə təkrar olmaması üçün böyük, mühüm işlər görüləcək. Yəni bunu yuxarıdan gələn qonaqlar Lazımdır ki birinci bu problem buradan ancak betonla, daha dambayla zaten yok. Betonla düzeltmeli ama bu dirsek betonla alınmalıdır ki nəsə bir şey yaransın. Çünkü o dirseğe gelir değer, oradan sonra kendinin üstüne gelir. O hala bu sel döyüş, bu 4 metre hündürlüğünde su gelir. Ona göre de bunun karşısını almak lazımdır. Bunun karşısını almak için de herkes səfərbər olunmalıdır. Yani bu elde yaşayanların, uzakta yaşayan herkes səfərbər olmalıdır ki bunun karşısını alaq. Hər bir tərəfdən dəstək olmalı. Tək devlet birden suyun, qəflətən gələn suyun karşısında devlet de acizdir. Allah'tan başka her şey acizdir. Ona göre biz bunun karşısını almak için herkes səfərbər olmalıdır. Bu dambaların burada tikilməsinə herkes yaxından iştirak etməlidir. Burada indi çoxlu problemlər var. Çəkdiniz, gördünüz. Kəndlərin həncər faciəli hadisələrlə üzləşdiyini gördünüz. Qabal Azərbaycanın qıraqda yaşayan, Qabal Azərbaycanın qıraqda var olan torpaqlarından, mədəniyyətindən, dilindən biridir. Bu Qabal ərazisi demək 17 min əhalinin mədəniyyəti deməkdir, dili deməkdir. Qabalda silinən hər ocaq, sönən hər ocaq, yüksələn hər ahvay bizim Azərbaycan, bütöv Azərbaycan xalqının, Borçalının, Qarayazının ahı vay deməkdir. Ona görə də elliliklə bu çatışmazlıqları aradan qaldırmaq lazımdır. Elliliklə bu işə qoşulmaq lazımdır. Bir gün Qabalın var olması üçün bəlkə Qabala elektrik də lazımdır, uşaq bağçası da lazımdır, bəlkə də heç məktəb də lazımdır, amma Qabalı sabahki günə çatdırmaq üçün hökmən bu çayların, bu sahilləri boyu bəndləşdirmə işləri, betonlaşdırma işləri, damba tikməklə bu eli obanı bəlkə hardasa da sabahki ahvaydan, sabahki ehdən, sabahki ohdan, anaların, bacıların vay səsindən qurtarmaq olar. Sağ olun bir daha sizlərə, Borçalıda olan bütün ürəyi Qaballa döyünən, bütün Borçalı cəmaatına, Borçalı ziyalılarına başda Hüseyin Yusufov bəy olmaqla təşəkkürümüzü bildiririk. Sizlər də var olun, yorulmayın. Allah sizləri utandırmasın, öz işinizdə, gücünüzdə. Təşəkkürümü bildirəm mən Fərman Qulamoğluyam. Bu elin obanın belə deyək ki, yazan əliyəm. Amma bugünkü gündə mən biraz lal kimi danışıram. Ona görə ki, bu sel, bu fəlakət, bizim üzləşdiyimiz bu faciələr bizi də susmağa, bizi də hardasa da qara kömür kimi yandırmağa məcbur edir.